Dostlar, salam. Bugün sizlərlə bərabər neynirik? Bugün təzə evimizi sizə tanıdacağam. Təzə evimiz deyəndə, yəni bir müddət, hətta uzun bir müddət burada qalacağıq. Sonrasında isə artıq əvvəlki evimizə keçəcəyik təzədən. Amma yəni təxminən 1 il falan biz buradayıq. Bayağı bir uzun müddət, bəli. Mən bir şey deyim Çeyong. Nə olub? Çeyong, bizim giyinmə otağımızdakı şkaflar var ya. Hə. Onları gəlib alacaqdılar axı. Hə. Biz axı paltaları elə götürməmişik. Hə də götürmədən götürüb aparıblar. Nə? Götürüb aparıblar. Hani sonra atacağız kız eləmə falan. Sonra eləyərik. Amma şu anda evi tanıtmalıyıq. Ondan ikinci mərtəbədən başlayaq. Yenə birinci mərtəbə sürprizli. Çox gözəldir. Başlayaq. Birinci mərtəbədə belə bir, yəni mətbəxdir başda. Görün burada bir Çeyongun yemək kitabıda bildiyimə görə Çeyong yemək pişirəndə falan lazım olur. Burada böyle yemək şeylər var. Bağla. Hər şeylədik. Dağıtdıq. Həzi şu anlıq belə qalsın. Bu arada dolabda heç nə yoxdur maalesef. Hər neysə. Bu otağı sən tanıdın. Tamam, mən tanıdım. Burada belə bir gülümüz var. Sonra əslində bu ev mavi bitir. Və dostlar, mənim sevdiyim mavidir. Burada belə limonat falan var. Buralarda boşdur. Bəli. Burada qablar falan var. Burada mətbəxin, yəni qab yuma hissəsi və dəqiq bunu düzəltsə yaxşı olacaq. Çeyong, sən bugün sən tanıdırsan. Yəni mən kameramanlıq eləyəcəm. Bəli. Sonra buralarda belə boşdur. Qab falan olmaq sonra. Burada belə hər şey atıb test eləməyəm. Şey var. Sonra burada belə hər neysə. Belə şeylər vardı, yəni bayağı bir. Ay, bura boşdur. Bana göstərməyə lazım deyil. Bugün alışverişe gedəcəyik. Sonrasında burada çox gözəl yeməklərimiz var. Yeməkləri kim hazırlayıb? Mən. Yalanla zakaz eləmişik bunları ki, az yanda yeyək. Bəli. Sonra burada böyle bir şey falan var. Yani bunlar da gerçekten de bu aşağı mərtəbədə bir şey var. Oradan yani yığılıb qoyulub bura və gerçekten de dənizdən yığılıb da, yani yalancı deyil. Olsa yalancı necə olacaq da onu bilmirəm. Sonra burada böyle bir limonad var. Burada oturup böyle bunları yiyə falan eləyə bilərsiniz. Rahat. Dəqiq gün batımı. Yenə gün batımı. İlk vlogumuz yadıma düşdü. Sonrasında burada böyle bir şkaf var. Böyle bir şey değil mi? Neyse, yani buna necə göstərə bilərik? Yenə biskilər var. Burada var. Burada böyle balıq şeyler var falan. Bu otaq belədir. Burada da böyle bir şey var ama bunun ne iş olduğunu bilmiyorum. Dostlar, mən də bilmirəm. Bu otağı mən tanıdacağım. Bu otaqda belə bir oturma şeyler vardı, yani kreslolar var. Masa var, üstünde vazo var ama içinde heç nə yoxdur. Burada böyle bir şey var. Buralarda yani qoyacağıq artıq nələrsə. İndi gedək 3-cü mərtəbəyə. Bəli dostlar, indi biz bura gəldik. Buradan başlayaq. Bunu artıq mən tanıdım ki, kameramanlısı səndədir. Burada böyle bir yine yeməklər falan zakaz eləmişik. Onları
Takmayın belə bir şeylər var. Buradan teleskop var, yəni baxa biləcəyik. Çox gözəldir. Cheong'un otağı. Dostum, balaca otaqlar xoşlayıram. Əslində balaca otaq xoşlayıram. Onun sadəcə bir səbəbi var seçməyimin. Cheong otağı sən tanıt. Daniella sağ olsun ki, paltarlarımızı göndərdiyi üçün şkaflarımız boşdur. Yəni şu anda əlimizdə heç nə yoxdur. Bağlan. Bura mənim yatağımda çox rahat, çox gözəl, çox qəşəng. Burada böyle makyaj masam var. Bugün makyaj otağımız yoxdur maalesef. Bura ayaqlar. Ben buranın yünü var. Resim tanıdım. Burada böyle el yumağı falan. Yani sadece Cheong. Buranın tanıdım. Dostlar, bura mənim otağımdır. Mənim şkafım yeni gördüyünüz kimi boşdur. Hamımızın şkafı boşdur. İkimizin de yani. Mən biraz cute vibe seçdim bu otaq üçün. Belə bir yatağım var və üstündə balışlar falan var. Sonra burada belə otura biləcəyim rahat bir makyaj masam yox. Bir çalışma masam var. Burada askim var, bildiyiniz kimi o mənim ikonik askimdir burada. Bir şey çəkib atmışam. Bakmayın. Və balaca otaq seçməyimin səbəbi buydu. Dostlar, mənim seçməyimin səbəbi buydu. Çox gözəl bir balkonu var və mən buraya Cheong'u qoymayacağam əlbəttə ki. Çünki mənim otağımdadır. Burada belə yəni istədiyim yemək falan pişirə bilərəm. Çox rahatdır. Və mini bir buz, necə deyə bilərəm, mini bir xaladelnikdə zakaz eləmişəm. O da gələcək və onu bir dənə qoymaq üçün yer tapmalıyam. Onu da qoyacağım, artıq içində marujda falan nə varsa qoyacağım. Yəni bayağı bir burada yaşayacağım mən. Bu otaqda yaşayacağım. Niyə bayıra çıxım ki? Yəni bu otaqdan çıxmaq üçün bir səbəbim yoxdur. Bəli dostlar, Daniella'nın klasik otaq bağımlılığı. Bəli. Bəli, bu qədər idi. Keçin də ən aşağı, ən gözəl yerə. Dostlar, mənim necə bir üzmək bağımlısı olduğunu, dəniz, basen falan bağımlısıyam mən. Düzdür, basenimiz yoxdur. Maalesef basen yoxdur bizdə. Yəni şiva basenimiz var əlbəttə. Basenimiz yoxdur maalesef. Bəli dostlar, maalesef basenimiz yoxdur. Oralar sonra göstəreyim. Burada bir tablo falan var. Buralar yine boşdur. Cheong'un gitara bağımlı olduğunu bilenler bilir. Sonra burada böyle bir şey falan var. Yani sok falan var da. İşte limonat. Sonra burada çok güzel oturma alanlarımız var falan. Ve deniz. Basenimiz yoktu ama denizimiz var. Qayığımız da var. Hatta bununla bir tur ataq gələk. Arkadaşlar buranın açarı Cheong'un otağında bir yer var orada da yani bayağı bir gizli yerdi bura. Yani o da niye gizlidi? Çünkü biz niye böyle bir deli eləmişik o ben de bilmiyorum. Burada böyle bir şey koymuşuz. Yani kağızda hasarlarda olduğu falan yazılır. Bura koyaq. Gönderək. Yerə gedək. Bəli, burada da belə deyən Cheong'dan rahatca otura bilərik. İndi yuxarı qalxıb sağollaşacağım ilk
Yani əvvəlki deyim, yoxsa gələcəkdəki ev deyimmi? Bilmədim amma o evdə necə sağollaşmışdıq və səhvən kameranı bağlamamışdıqsa, bu səfər də eləyəcəm biraz keçmiş yadımıza düşsün. Bir ay bundan qabaq. Bəli. Gördüyünüz kimi kameranı falan bağlamıram. Eyni bir formada. Qalaq. Çox yaxşı ki kameranı bağlamadıq. Bu da yaxşı ki doğrudan bağlamadıq. Əvvəlki kimi oldu. Məncə də yaxşı ki bağlamadıq. Azaldıq. Burada kim belə bir dərə var. Kamera bağlamışıq falan. Ay, çox gözəl bir vlog ev. Hər neysə də. Şimdi bunları birazdan vlogdan sonra yiyəcəm. Mən acından ölürəm çünki. Ev vlogumuz bu qədərdir. Əgər video bəyəndinizsə like atıp kanala abone olmayı unutmayın. Bu da yorumlarınız da bizim için çok önemli. Bütün yorumları okuyoruz. Ve sual cevap videosu çəkəcəyik. Suallarınız gelsin. Ve mən yenə deyirəm, o kadar şey eləyəcəm ki. Və sushi dumplings istəyənlər yorumlara yazsınlar. Bana gerçekten verilir. Bye bye. Sağ olun.